Və bu əsnada insan dərdi nə qədər böyük olursa olsun, bilməlidir ki, o dərddən onu xilas edəcək olan aləmlərin Rəbbi olan Allah Azza və Cəllədir. Qul bu əsnada nə etməlidir? Başını səcdəyə qoymalıdır. Məni qurtaracaq olan aləmlərin Rəbbi olan Allah Azza və Cəllədir. Başını səcdəyə qoyub Allahdan yardım istəməlidir. Yəni, ya Rabbi, sən məni qurtarmasan, qəlbimin bu sıxıntısını məndən qaldırmasan, düşmüş olduğum bu problemdən məni çıxartmasan, o qəlbim kimi birisinə meyl edib onu sevir, gecə onu düşünür, səhər onu düşünür, sən məni bu dərddən qurtarmasan, Allahım, səndən başqası qurtara bilməyəcək. Sıxıntım var, borcum var, ya Rabbi. Sən mənə yardım etməsən, sən mənim üçün asanlaşdırmasan, səndən başqası mənə yardım eləyə bilməyəcək. Sən mənim əhlimi, aləmi islah etməsən, bizim bu yuvamızı qurtarmasan, səndən başqası qurtara bilməyəcək. Yəni, qul bəzən nə edir? Həqiqi yönəlməsi gerəkən yeri unudur, gedir dostları ilə dərdləşir, danışmaqla rahatlıq tapdığını zənn edir o əsnada. Yəni, dostla danışarsan, o əsnada rahatlıq taparsan, amma dost getdi mi, yenə eyni sıxıntılar, yenə eyni dərdlər sənə geri gəlir. Ona görə ehtiyacımız olan şey, həqiqi yönəlməmiz gerəkən aləmlərin Rəbbi olan Allah olduğunu bilmək və ona yönəlmək, sıxıntımızın, problemimizin ortadan qalxmasını Allah Azza və Cəllədən istəməkdir. Və həqiqətən dünya sıxıntılar diyarıdır. Bunu da bilmək lazımdır. Bu sıxıntılardan da bizi yalnız Allah Azza və Cəllə xilas edə bilər.